Hamınıza salam aleykum dostlar. Ne ters ümid edirəm ki, yaxşısınız. Bugün sizlerle birlikte kanalımızın ikinci videosunu çekirik. Sizə demiştim ki, sabahki video kardeşimin hesabını tanıtacağım. Ve keçdik kardeşimin hesabını tanıtmağa. Bu hesabı dəqiqə 41.000 kupa, 41.000 kupadır. Və 7 prestijdir. Belədir. Aşamalda ən çox elə şey gizəmli olub. Mən də elə gizəmliyəm. Aşamaldan çox olduğum şey. Nəysə, elə də hesabını tanıtırıq qardaşımın. Keçək. Birinci ücrətsizini alaq. Baxaq nə gəlib. Ücrətsiz. Və söz buradan gəlib. Elə buradan gəlibdir. Denizi kardeşimi seviyorlar. Hansı karakterini çoxaldım. Aa demişti videoda çoxaldarsan. Can kardeşimin hansı karakterini çoxaldım ama. Ne bileyim. Kim çoxaldıq sizce? Bini çoxaldıq. B9'u ətər fikir. Məncə elə bini çoxaldığın. Gəlin bir dənə bunu gücləndirək. Aksesuar falan da alaq buna. Biyə sinirli qalan bu yaşdır. Belə bomba kimi bir qardaşımız elə bir qaqam mənim fulluyur. Nəysə keçdik. Qardaşımın 9 yaşı var. 9 yaşına görə 41.000 kupa çox zordur və hesabı 2025-də qurub. Mənə gəlib keçib uşaq bir günlər ərzində, amma mən şeyimdə necə deyim, mən arada oyunu 6-7 ay buraxdım. O vaxt oynasayım Allah nə olardım mən. Dünya şöhrəti 3'dür. Məndən bir şey çoxdur ulduz. Mən dünya şöhrəti 2'yəm. Keçək indi karakterlərini tatmalı. Təbii ki, bunda bütün karakterlər var. Birinci gəlin kostyum sayılarını göstərək sizə. %1 kostyumun 71'i var. Mənimki daha çoxdur. Ender məndə 80 dənədir. Super Ender'də 125'dən 48'i var. Burada da mən daha çoxam. Məndə 73 dənədir. Oy belə 300 kostyuma 116 dənəsi var. Məndə 105 dənədir. Mən burada dağıdıb. Düzəlmələrdə ikimizinki yox. Mən daha çoxam. Mənimki 16'dır. Bunda 13. Efsanevdə də mən çoxam. Bunda 7'də məndə də 8. Hiperşarjlar eyni. İkimizdə də 4 dənə. Nəysə, keçək artıq videoya. Şeylə kostyumlar belədir. Şeylə o qədər də kasmır. Bilirəm. Nita belədir. Nita kostyum. Colt'da bayağı kostyumu var. Budur, budur, budur. Budur, meymundur, budur, budur, budur və bu kuşanıb. Məncə də bu daha yaxşıdır. Və çox kostyum var. Colt'da dəhşət çoxdur. Bulu fullu və Bulda da çox zor oynayır. Elə Bulun ən zor kostyumlarından biri var. Bu gizəmli kostyumdur. Məncə bunu almalıdır, amma bu da zordur. Amma bu da yaxşılama özü bilər. Təbii ki də qardaşımın özünə aid bir işidir o. Brock'da da mən bilən bayağı kostyum olmalıdır. Bu var. Bu 0 idi. Yəni bu var, bu var, bu var, bu var. Rənglilərdən bu var, bu var, bu var. Amma bunu xoşlayır. Mən bilən seviyim sarıdır. Mənim də seviyim budur. Rənglilərin arasında. Böyle dinozor. Dinozor nə idi? Godzilla'da gəlmişdi. El Primo belədir. Barley belədir. Poco'da nə çoxdur. Belədir, belə. Təbii ki, hiper. Elə bunu da kuşanıbdır. Full həm. Rosa belə. Jessie belədir. Jessie Dynamite. Dynamite kostyumları qəşəkdir. PSG kuşanıb. Bu da mənim kimi PSG-yə tutur. Mən Kaman klub olaraq PSG-ni tuturam. Ona görə Çempion Liqasının finalında da tutmuşduq Arsenalı. 8 bit eynidir 8 kostyumlar ikimizdə də. Rico'su belədir. Rico'da kostyumu dəhşət çoxdur. Rico'nun Brawl Pass Plus kostyumu da var. Baxın bu. Hələ mücəffər var. Amma Rico fulləməyib. Məncə fulləməlidir. Rico'da bayağı bir kostyumu var. Daryl belədir. Daryl bir səviyyədir. Penisi belədir. Karl belədir. Amma bu daha zordur məncə. Mənə yəni dedi ki, özdə hesabındakı kostyumlar oxut yoxdur. Baxma, mənə dedi ki,
hesabımda daha yaxşı kostyumlar görsən onları kuşan. Bu arasından məncə bu daha qəşəngdir. Özüm mənim fikrimcə də o bunu daha çox sevər deyə bunu kuşanıram hələlik. Jeki belə qası belə oy bilə. Sən bunu niyə kuşanmayıbsan? Bu daha dəyərlidir mən bilən. Bunu kuşanıram. Məncə amma şeytan sevər, amma o mənə deyir ki, daha çox dəyərə baxır. Mən də daha çox dəyərli olmadığımı baxıram. Ona görə bunu kuşanaq, amma təbii ki də şeytan da zordur. Şeytana pis deməyi pis deyə bilmərik. Amma bunu kuşansın bu daha dəyərlidir çünki. Amma tabi bu da çoxdur. Bu da dəyərlidir. Ya, qaqa ikisi də dəyərlidir. İkisi də dəyərlidir. Çünki şeytan mələk bu kostyumu gərək almaq üçün gərək siz şeytan mələk etkinliğində olmalıydınız. Bunu da almaq üçün bu Stranger Things'də bu etkinlikdə olmalıydınız. Məncə şeytan mələyə kuşanağa sizcə. Bu daha zordur. Məncə bunu kuşanaq. Bunun kuşanaq ikisi də eyni şeydir. Özəki burada emojisi vardı. Bu emoji çəkəndə millət bilər. Bunda bu kostyum var. Özəki hər ikisi də dəyərlidir, amma bunun görünüşü daha yaxşıdır. Mənə deyir ki, bunu kuşanaq və daha dəyərlidir deyə. Amma o birisi dəyərlidir. İkisi eyni şeydir. Bu belədir Şaxta baba. Emzi də fullübdür. Emzidə aksesuar, yıldız yüz almayıb. Yəni bu da təbii ki onun qərarıdır. Nəsə eləmərəm orada. Stusu, oy bilə, stunu da fulləməyib. Stunun da Brawl Pass Plus-ı var. Belə, belə və belə. Stunun da Brawl Pass Plus kostyumlar var, amma stunu da fulləməyib. Bu niyə Brawl Pass Plus al kostyumu da fulləməyib? Piper fulldür. Pami belədir. Bir neyəsində göstərdik bayaq. Oy bilə bir zorda axı prestij. Bu var, bu var, bu var. Bu bir də bu. Bir də baxaq Bibin bir kostyumu. Bibin bu kostyumu destansıdır. Bu da destansıdır. Amma məncə təbii ki bu daha zordur. Elə bunun kuşanı fərzə bu Brawl Pass kostyumudur. Məncə daha yaxşısını alıbdır. Frank belədir. Frankın ilə demək olar hamısı var. Elə hamısı var. Şaxta baba var. Bu var bu. Bu amma kuşan gizəmlidir deyə. Nəysə, qəşəng məncə də olsun kuşanaram mən də olsam. Nanisi belədir. İkimizin Nani kostyumları eynidir. Edgar belədir. Edgar kostyumları da zordur, qəşəngdir. Griffdə Griffin də Brawl Pass Plus-ı var. Oy bilə Brawl Pass Plus çox alıbdır. Bax, qardaşım Brawl Pass Plus aldığını, neçədən aldığını buradan bilərik. Baxın bu rənglərdən. 1, 2, 3, 4, 5, 6. 6 dənə Brawl Pass Plus alıbdır. 6. Plus özü də Plus. Bunu kuşanıb. Belədir. Məncə bunu kuşanmalıdır. Bu daha dəyərli qəşəkdir. Burada da ki, bu qəşəkdir. Qəşəkdir bunlar. Hələ Griffin də şey də var. Buffy, hiper Buffy. Belədir. Griff kostyumlar zordur. Grom bunu kuşansın. Bonnie bu belə. Jill belədir. Colette belə. Belle. Eşdə çox dəyərli kostyumlardan biri sushi eşi var. Çox dəyərlidir və çox da zordur. Eş kostyumları baya bir var. Mandy'nin də Brawl Pass Plus-ı var. Maşallah. Bu var. Aşamalı və Brawl Pass Plus belə bir Brawl Pass. Səsi özü mecha kimdir. Belə mecha səsi. Belə bu da belə. Bunu kuşamışdı ağı. Nədən istədiyim kuşanaq. O bile Mendy'ni kasıb 700'ə gətirib. Karakterin adı nə idi yadımdan çıxdı? Sam belədir. Amma mən bunu kuşanıb. Lolası belədir. Macy belə. Hank belədir. Pearl belə. Berry belə. Fullüb. Angel onun da Brawl Pass Plus-ı var. Bu və bu. Hansını kuşanmışdı ala bu? Bunu kuşanıram çünki onun da ən sevdiğim sarı yaşıl. Bu dələ bunu kuşanıram. Özü deyirsən onu da kuşanmışdı. Yox ya o birisini kuşanmışdı yadımda. Yadıma düşdü baxım bunu kuşanmışdı. Amma bunu kuşanıb daha yaxşı. Onsa mənə nəsə deməz. O Leon Lover'da mənim kostyumlarım bir bu var. Arıza bir də bu. Amma bu məncə də mələk daha yaxşıdır.
Şeydi belədir, Meeple belə, Trunk belədir, Bolt belə, Mortis kostyum zordur, serseri Mortis, ancaq Mortis məncə fulləməlidir. Tarada gizemli kostyumu var, oy bir kostyum çox zordur, məndə də var elə bir kostyum. Yeni gələn kostyumdur, bu var, bir bu var, bir bu var, bir bu var. Ay Taranın elə ən yaxşı kostyumları var da qaqa demək olar. Elə ən yaxşısı budur, bu var. Cin, o cində bilirəm çoxdur. Bundan da baxın, bir bu var, bir bu, bunun qışanıb. Məncə bu daha yaxşıdır. Max belədir, Max. Mr. P belə, Sprout belə, Byron belə gizemli kostyumu var. Bu çox zor kostyumdur. Squeak'ın çox kostyumu var. Gerilla da zordur. Bunlar var. Bu da zordur. Monkshop məncə bu daha zordur. Özə gizemli kostyumdur bu. Lo belədir. Başqa mən hardaydım? Ha, Rafsa keçim. Rafs belə bazı fulləyib. Bunu quşanıb. Bazda bunu quşa götürsün. Burada belə zordur. Fəngi fulləyib. Fəngi mən fulləmişəm. Yəni 500-ə qədər özü kasmışdı. 500-dən düz bura qədər. 500-dən 1000-ə qədər mən kasmışam. Artıq 116-sını da özü kasıb. Eevee belədir. Janet belə Subway Surf. Subway Surf kostyumu da var. Otis belədir. Gizemli kostyumu. Bu pulsuz verib, amma çox zordur və gizemlidir deyə yaxşıdır. Mələk kostyumu var Buster'da. Dog belədir, Dog'ı. Şövalye Dog. Willow belədir. Arti belə kostyumu yoxdur. Rıdının Mikosu belə. Charlie'si belə. Tsuku belə. Melody belə. Bu dəqiqə Melody yoxdur. Lily'nin Brawl Pass Plus'ı var. Bu var Lily'sində. Mələk Lily var və 3 dənə Brawl Pass Plus kostyum var. Bir bu rəngi. Bir bu rəngi. Bir dənə baxım aksiyonuna. Bir də bu rəngi. Elə məncə də elə aralarında ən yaxşısını quşanıb bunu. Amma qaqa, Brawl Pass Plus kostyumlu olan karakterlərini fulləməlidir. Əgər cəhənnəm Brawl Pass Plus kostyum olsan ki, fulləyib də rahat oynama. Yəni normal da oynaya bilər. Amma özü bilsin. Təbii ki, qardaşımın öz qərarıdır. Moisi belə, Juju belə, Olli də Firon'un Olli var və fulləyib Ollini. Lumi'ye baxın, bunu deyirdim. Lumi'ye baxın, Brawl Pass Plus kostyumusu var. Plus kostyumu bax, görürsünüz var. Ancaq fulləməyib və fulləyib saçdımı. Finks belədir, J-Young belədir, Alice belədir, Minası belədir, Ziggy belə, Gigi belə, Najia belə, Glowy belədir, Star Nova belədir, Demian belə, Spike'da kostyum pisdir biraz. O bak, Crow'da zordu kostyumu. Bu var. Amma Meganı kuşanmalıdır. Onca Meganı kuşanıram təbii ki də. Qəşəng kostyum demişdim. Megan yaşlı. Bunu burada kuşanaq. Leon belə. Leon kostyumu məncə də bu daha yaxşıdır. Sandy. Oba. Efsanevi kostyumu Sandy'nin. Özə fullüyüb. Zordur. Search. Mac'lər belədir. Bunu kuşanım. Təbii ki özün qərardır. İşte. Bu mənim kimi qardaşımın 2 dənə efsanevi kostyum var, baxın. Bir də sansdır. Bunu kuşam, məncə bu daha zordur. Chester, Minkupad və belədir. Cardelius, Minkupad və Cardelius'un da Brawl Pass Plus kostyumu var. Bir bu və bu. Gümüş var, bu var, bir də bu var. Mən bilən bunu kuşanmışdı. Bu daha dəyərlidir. Baxın belə, məncə bunu kuşanması daha məntiqlidir. Bu daha dəyərli kostyumu və daha zor görünüşü falan. Dəyərli lağadır, dəyərli deyə alanlar, amma məncə görünüşdürsə o daha zordur. Hadi onu kuşanmışdı elə. Oba, Draco, efsanevi kostyum. Oyunun ən zor görünüşlü efsanevi kostyumlarından biridir də. Bu kostyumun qabağına heç kim söz qoya bilməz də qaqa. Gözlə bir dəqiqə. Bunu elə çox zor effektlərini indi mən eləyəcəm. Bax belə. Kenji, oy bilə. Kenji'də bir efsanevi kostyum var. 2 dənə də hiper. Qəşəng.
Pierce-də 2 gizemli bomba kimi məndə də belədir. O Kaize belə şey. Oy bilə 7 səviyyə ilə Sirius'u 500 kupa edib. Yəni biraz təəccübləndirdi məni. Nəysə dostlar, bugünkü videomuzun məncə artıq yavaş-yavaş deyə bilərik də, yəqin ki sonuna gələk. Bunun da günlük serisi 257-dir. Qaqazın günlük serisini bir dənə görsəz şok düşəsiniz də. Bir dənə mənimkinə baxın. Əsas qaqam mənimkidir. Mənimkinə baxın, mənimkinə. 370 gen. 370 gün dalbadal bravo oynayırıq. Bıraxmırıq. Bu oyunu bıraxmarıq heç bir zaman. Nəysə dostlar. Videonun yavaş sonuna gələk. Bir dəqiqə. Bəlkə deyirəm bu videoda bu 2000'ə alım bu kutudan sən öldürürəm gəl nə eləyək. Amma 39 elmas gələcək. Geçsin hə. Geçsin. Geçsin. Heç nə olmaz. 39 elmas getdi amma heç nə olmaz. 3 say bilə. Pisdir də qaqa. 39 elmasın demək olar yarısı getdi. 5. Qəşək. Kostyum çıxma ehtimalı belə. Qəşək. Yenə parıldadı. Clancy heç nə olmaz. Yenə parıldadı. Chrome zordu. Yenə parıldadı. Parıldamadı. Bu dəfə Max. Çox zor bomba kimi qaqa. Geridə neçə elmas qaldı? 10. Siz nə qaraq indi? Bunu da almaq istəyirəm. Bunu almaq üçün oyun elması lazımdır. Oyun elması da oy belə bir dənə. Ay bilməzələndir bu. Nəysə. Dostlar, başım bıraxdı. Videonun sonuna gəldik. Sağ olun özünüzə. Yaxşı baxın. Sabahki videoda görüşərik. Sağ olun.